Qarımız. Quyuya verimiz. Okay, let's go. Saat 7. Benzini dolduraq. Sana karşı savunmasızım. Bir evin var kalbimde. Sen benim en güzel yanım. Kabulümsün her halimle. Sana karşı Salam Melek. Lış sunarda saxlaya bilərik. Baba hara gelmiş o ha? Ara Şahin. Biz hara gelmiş o ha canoyu. Mən nə bilim, mən yatmışdım ha kişi. Yerində yerləri belə dolablar. Burada xizəklər verilir. Deməli planda saat 4'ten buradan çıxmaq. Ondan sonra da inşallah problem olmasın gecə sürüşümüz başlayır. Hə? Buranın adı var ki, qırmızıdır, amma yoxuşa var. Qarın da dərinliyi var. Hop! Getdi. Mənim kimi. Yəni düşək. Görək qırmızı olur. Düşən kimi sakit, isti bir yerdir. Qiymətlər isə münasibdir. İndi burada kör kodlandır. Məsəl üçün isti şokolad yəni 6 manatdır və şokoladdır. Tozu deyil. Şahtağa baxanda qiymətləri normaldır. Biraz istirahət, edib yemək. Bizə sürüş üçün enerji yığmaq lazımdır. Bu qədər həngamədən sonra bir dənə yemək gedər. Deməli Qəbələnin bir dənə Sveji qarında 2025, bir dənə 0 kilometr, bir dənə Nivamız var. Bunun təqdimatını eləmək istəyirəm sizə. 1.6 motor bildiyiniz kimi. Purjunları yerindədir, heç bir toxunma yoxdur. Sadə yığılıbdır. Sizə başlayayım bagajdan. İçinə sonra keçərik, içində nə şey yoxdur. Deməli bagajda bizim 6 dənə kolonkamız, Apomuz var. Yəni Aposuz Lada olmur. Nə burada ulduz savandır. Nə və magnetofonumuzdur, Fiat rolumuz. Nə qulaq asaq bunun.
toy yola vermək olar da burada. Bura bilmem haradır, seması Rangileriniz varsa gətirin, arindiyə verək burada. Sipit olsa ehtiyatlı olmaq lazımdır. Yəni Evoque sürüşü. seması karadır. Ben vereceğim. Sana haber vereceğim. Müəllim, məni ikiliyib, allatma. Mənə pulumu ver, pulumu. Sağlamı qayıt etmə. Bunun yarısıdır. Bu günü də belə bitirdik. İndi otelə keçməliyik. Ayıq sürdü gəlib. Ondan otelə keçək. Otel Qəbələ Sit oteldir. Onu da bu gün qərarlaşdırdıq əslində. Bron eləməmişdik. Çox qəşəng görsənir. Şahdağda da gecə icazə versələr sürüşməyə, ən azından buradakı yaşıl xətt kimi. Məncə bura maraqlı olardı. Çünki Şahdağın pist yolu daha enlidir buradan. Ona görə orada sürüşmək daha rahatdır. Burada da sürüşülə biləcək bir dənə göy xətti və yaşıldır. Qırmızı xətt deyirlər, amma qırmızı deyil, o qaradır. Bilməyənlər üçün də burada yuxarıda qeyd edəcəm hansı rəng nəyə görə qoyulur bu rənglər. Yəni belə orada da dediyim kimi Şahdağda da gecə sürüş olsa məncə ora tələbat daha çox olar. Yəqin ki, belə vloglarımız hələ davam edəcək. Hələ gələn həftə var. Ondan sonra görək başqa nələr çəkirik. Ziyaya daha maraqlı, əyləncəli vloglarla sizlərlə olacam.